7Y sinifi ilə yarışmamızın davamını sual qatarı ilə eləyirik. Ən güclü olan qalib gəlsin. Buyurun. Şuşa şəhəri nə səbəbini müdürlükdə yerləşir? 1300-1600 metr. Şaman zəlzələsi nə zaman və neçə bar gücündə yaranıbdır? 1902-ci ildə 6,9. Antarktida buz qatının maksimum qalınlığı neçə metrdir? 4500. Səhv dalğalar nədir? Yer səthi boyunca yayılan dalğalar. Antarktidin ən alçaq ərazisi nədir? Bentlidir, -2496 metr. Mütləq hündürlük nədir? Okean sahillərində 0 metr olan. Dən götürülən. 0 metrdən götürülən hündürlük. Antarktida sahəsi neçə milyon kilometr kvadratdır? 8,5 milyon. Yanlış dedim. Antarktida 14,2 milyon. Yer səthinin sahəsi neçə kilometrdir? Yerin ümumi sahəsini istəyirsən nə? 5 milyon. Yox. 510 milyon. Bəli. Tamam, bir kvadratı. Bəli. Orta dalğa neçə metrdir? 1000-3500 metr arası. 1500 Patron vulkanların ətrafında nələr olur? Neft, qaz. Düzdür. Asiya hündürlüyünə görə hansı düzəyin uyğundur? Oval yaylalar da yüksəkdir. Doğru. Ölkəmizdəki hansı ərazilərdə güclü zəlzələ baş verməsi mümkündür? Bakı, Sumqayıt, Abşeron yarımadasında, Şamaxıda, Gəncədə. Doğru. Patron vulkanları həm də nə adını edir? Patron vulkanları nə adını edir? Bismillahirrahmanirrahim. Yalancı bir söylüyorsun. Düzdür. Fiyatlar harada daha çox yayılıb? Skandinaviyada. Litosferin qalınlığı neçə kilometrdir? 90-250 kilometr arası. Azərbaycanda bir-birinə kəsin seçilən ən böyük relyef formaları hansılardır? Kiçik Qafqaz, Böyük Qafqaz, Talış dağları, Arazboy düzənliklər, bir də Kürədir. Doğru. Eksogən relyef nə deyilir? Xarici relyefə deyilir. Xarici qüvvələr nəticəsində yəni. Məsələn, xarici qüvvələr deyəndə nə başa düşürsən? Küləyin və suyun Düzdür. bircə fəaliyyəti ilə sıxılamışmaq. Düzdür. Kanyon nədir? Kanyon dar və ensiz çaylar. Harda olur? Düzənlikdə yoxsa dağda? Düzənlik. Bunlar dağda olur yoxsa düzənlikdə? Dağlarda olur. Zəlzələ neçə balıq şkalı ilə ölçü? 12. Cəbrayıl dağının hündürlüyü nədir? 6195 metr. Düzdür. Azərbaycan hansı ölkələrlə həm Sudan, həm buradan, həm sərhəddir? Rusiya, İran. Düzdür. Litosfer tabaları hansı qatının üzərində hərəkət edir? Asfalt. Düzdür. Enə yönə dağlar hansılardır? Pestalar. Yaponiyanın ən böyük dəniz limanı hansıdır? Çangə. Yaponiyada, xeyr, Çangi Singapurdakı hava limanıydı. Rotterdam. O da Niderland'dadır. Rotterdam limanı. Yaponiyadakı ən böyük gəmi limanı. Hansılar? Doğrudur. Dağlar hündürlüyünə görə neçə qrupa bölünür? 3 qrupa: alçaq, orta və hündür dağlar. Düzdür. Lavrasiya və Gondwana qurları arasında yaranan qədim okean hansıdır? Tigris. Düzdür. Qafqaz zirvəsi harada yerləşir və hündürlüyü neçə metrdir? Kiçik Qafqazda 3904. Düzdür. Yedokun vulkan harada yerləşir? Milenoko vulkanı harada yerləşir? Adını deyə bilmirəm. Antalya'da. Düzdür.
Avstraliya qitəsində sahəsi neçə milyon kilometrdir? 8,5 milyon kilometr kvadrat. Düzdür. Xəzər dənizində nə qədər palçıq vulkan var? Adalar yoxsa? Yox, sahil zonası. 140. Bəli. Dünyanın ən hündür aktiv vulkan hansıdır? Düzdür. Aşınma nədir? Küləyin, suyun və Yaxşı. yağışın nəticəsi ilə suların parçalanması. Düzdür. Şimali Amerikanın ən hündür zirvəsi hansıdır? Denali dağı. Düzdür. Düzənliklərin xarici proseslərinə nələr aiddir? Eroziya, aşınma, dendinasiya, akkumulasiya. Şuşa neçənci ildə azad olunub? 2020. Zəlzələ nədir? Yer qabında aynı yolda baş verən təşəkkür. Düzdür. Hind okeanının sahəsi neçə milyon kilometr? 70 milyon kilometr kvadrat. Mənşəyinə görə dağlar neçə yerə bölünür? 2 tektonik vulkanik. Düzdür. Eroziya nədir? Süxurların yolub yorulması və daşınması prosesidir. Aferin. 4 şagirdimiz bayağı güclü hazırlar. Cənubi Amerikanın ən alçaq yeri nədir? Laguna del Carbon. Avropa qitəsinin ən alçaq zirvəsi nədir? Avropa qitəsinin ən alçaq ərazisi Xəzər. Düzdür. Göyəzən dağının hündürlüyü nə qədərdir? 858 metr. Düzdür. Cənub okeanı sahəsi neçə milyon kilometr kvadratdır? Şimali Amerikanın ən alçaq zirvəsi nədir? Şimali Amerikanın ən alçaq nöqtəsi. Bir dəqiqə matematik. Sakit. Yerdən qətiyyən Bölüm dərsi. nə qədərdir? -86 metr. Afrikanın ən hündür zirvəsi nədir? Kilimanjaro. Düzdür. Kontinent yaması neçə metr dərinlikdə yerləşir? 1000 mil yerləşir. Sinqapurun paytaxtı nədir? Düzdür. Monblanc hündürlüyü nə qədərdir? 4807 metr. Düzdür. Gölcük Nəsrəddin hündürlükdə yerləşir 1156 metr. 1100. 1556 metr. Antarktidanın ən alçaq ərazisi neçə metrdir? Bent düzəkliyi -1296. 2496. Toxoku zəlzələsindən zaman və neçə bal gücü dayanıb? 2011-ci ildə 8,9. Məktəbin ən hündür nöqtəsi neçə metrdir? 4892 metr. Massivin adı? Windsor. Akkumulasiya nədir? Suların toplaması prosesi. Düzdür. Sizdə düzə harda yerləşir? Şuşanın şərqində. Təslim olmaq istəyən yoxdur. Zəlzələ hansı işğallardır? Aha. Şahid dağlar nəyə deyilir? Xarici qüvvənin tərəfindən xırdalanan, aşılan dağlar. Düzdür. Dağ nəyə deyilir? Mütləq hündürlüyü 500 metrdən çox olan və hündürlüyünə görə ətraf ərazilərdən kəskin şəkildə şəkildə relief olması. Düzdür. Akkumulasiya hündürlüyünə görə hansı düzənliklərə uyğun gəlir? Ovalıqlar. Düzdür. Ölkəmizdə relyefi hansı tavaların toqquşması nəticəsində əməl edilib? Ərəbistan, Avrasiya. Düzdür. Uğur Şahid dağının dəniz səviyyəsi neçə metr yüksəklikdə yerləşir? 863 metr. Düzdür. Yerin daxilində nə səfər təbəqə var? Yer qabığı mantiyonu soruşur. Yerin daxilində deyil, yox. Hə, Yer qabığı Hə, yer qabığı mantiyon nüvə. doğrudur. Su sahəsi təqribən nə kilometr kvadratdır? 361 kvadrat. Milyon faiz. Aha. Yer qabığında hansı dağlar var? Qranit, çökmə, bazalt. Doğrudur. Nisbi hündürlük nədir? Nisbi hündürlük yer səthindəki nöqtələrin quru səviyyəsindən ölçülməsi. Bir-birinə. Quru səthindəki nöqtələrin Bir-birindən nəzər ölçülməsi. Oksijen nüvə nəyə deyilir? Yerin xarici proseslərinə. Düzdür.
Kilimancaro'nun hündürlüğü neçə metrdir? 5895. Bir sıra dağlar birləşən ərazi Dağıstan. Naruziyanın hündürlüyü nə qədərdir? 1894 metr. Yanında Amerikanın sahəsi 80 milyon kilometr kvadratıdır. 17,8 milyon kilometr kvadratıdır. Təslim olmaq istəyən yoxdur deyəsən. Suallar bitir. Atlantik okeanın sahəsi neçə milyon kvadrat kilometrdir? Atlantik deyəcəm 85. Endogel relyef nəyə deyilir? Daxili relyefə deyilir. Daxili proses nəticəsində yaranan. Denodasiya nədir? Suxurların bir yerdən başqa yerə daşınaraq həmin ərazilərin hamarlanması prosesi. Qısa okeanların arasında hansı sistemlər azalır? Orta okean sistemləri. Yaşına görə dağlar neçəyə bölünür və hansılardır? 2 dalan qədim. Buyurun. Dağın əsas elementləri hansılardır? Zirvə, yamaç, ətək. Düzdür. Magma yer səthine çıxdıqdan sonra nəyə çevrilir? Lava. Düzdür. Şimali Amerikanın sahəsi neçə milyon kilometr kvadratıdır? 24,7 milyon kilometr. Tsunami nədir? Sual zəlzələlər zamanı dəniz yanına daxılır. Düzdür. Nov nədir? Okeanlarda yanan dəniz çəkəkdir. Düzdür. Bir sonraki yaxşı hazırlaşın. Afrikada ən alçaq yer haradır? Kilimanjaro. Yox, bu Ən altı. Afrikanın ən alçağı. Ayda mən təslim olmazdım. Bu sahəsi təqribən neçə milyon kilometr kvadratıdır? 149 Düzdür. Afrikanın bölgəsi hansıdır? İngiltərə. Düzdür. Azərbaycan boru kəməri hansıdır? Bakı, Tiflis, Ceyhan. Düzdür. Hündürdən suallar oxuyun, qızlar hündürdən cavab verin. Azərbaycanın sahəsi neçə kilometr kvadratıdır? 86,6. Düzdür. Onların dəniliyi neçə metrdir? 6000 metrdir. Düzdür. Göl göllə bircə hansı göllər yaranır? Ceyran göl, Ördək göl, Ağgöl, Qaragöl, Şanlıdır. Düzdür. Alçaq dağlar neçə metrdir? 500 milyon kilometr. Avropa Asiya və həmçinin Avropa Asiya həmçinin Afrika qitəsinin adlanı köhnə dünya. Düzdür. Çədəqin doğrudur. Zəfər zirvəsi harada yerləşir və hündürlüyü neçə metrdir? Qusarda 4301. Litosferin bölündüyü il fazlar nə adlanır? Litosfer dağlar. Düzdür. Azərbaycan hansı ölkələrlə qurudan həmsəhmdir? Yalnızca qurudan Yox, qurudan ümumiyyətlə. Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran. Düzdür. Antik okeanın sahəsi neçə milyon kilometr kvadratdır? 15. Qırışıq dağlar nəyə deyilir? Qırışıq dağlar nədir? Vulkanik dağlar Yox, deyil. Qırışıq dağlar nədir? nəyə deyilir? Deyil. Nədir qırışıq dağlar? Deyil. Sinəmədə qəşən dağlar. Türkiyə havalarını tutmaq. Havalan uçma nəsil. Tamamilə məlumatın yox idi. Havaların litosfer havalarının sərhədlərində tektonik proseslər nəticəsində yaranan cavan dağlara qırışıq dağlar deyilir. Avropa qitəsinin sahəsi neçə milyon kvadrat kilometrdir? 10 kilometr. Afrika qitəsinin sahəsi neçə milyon kilometr kvadratdır? 30,3. Düzdür. Uzundan yayılan dağlar hansılardır? Tək. Düzdür. Avropa qitəsinin ən hündür zirvəsi nədir? Alp. Cənubi Amerikanın ən hündür zirvəsi nədir? Aconcagua Peki. başqa sual çıxmır. Ola bilər çıxsın. Rusiyanın tərkibi hansı minerala soruşur? Çexiyadakı Karlovar. Düzdür. Elbrus vulkanının hündürlüyü nə qədərdir? 5642. Düzdür.
Epicentr nədir? Qəza zamanı yer altında vücut təkanları baş verdi və epicentr diqqətli Doğru. Kiçik zəlzələsi nə zaman və neçə barəsində yaranır? 2002 25 noyabr 6:38 Yollar nə edilir? Sıldırım sahildə üzücü qədər çökür. Afrikada şəhid dağlar arada dağlar, Həqqa, Tibesti, bir də Braziliyadakı Miçaliyyə. Antarktidanın ən hündür nöqtəsi nədir? Vinson massivi 4890. Düzdür. Abissal düzənliklər nə qədər dərinlikləri əhatə edir? 3600. Düzənlikdən aşağıya görə neçə yerə bölünüb olan sayda 2 endoz Düzdür. Pasifik neçə metr hündürlükdə yerləşir? 2500. Hündürlükdə nöqtə sağları. Cavabı Düzənliklər hündürlüyünə görə neçə yerə bölünüb olan sayda 3 yerə yayda, ovalıqlar, yüksəkliklər. Mauna vulkanı hansı adada yerləşir? Hava yollarında. Antarktidada buz qatının orta qalınlığı neçə metrdir? 2 milyon. Hündür dağlar neçə metrdir? 2500 metrdən çox. Deyəsən, bütün sualları əzbərləmişsiniz amma. Vulkanlar neçə qrupa bölünür olan sayda? Aktiv, sönmüş. 5-6 dənə sual qalıb. Görək hara qədər gedir. Buyurun. Göygöl zəlzələsi nə zaman və neçə bar gücündə yaranır? 1139 metrdə yer tamamilə irtibat. Orta okean isə okeanın dibindən təqribən neçə metr hündürlüyə qalxır? 2 milyon. Deməli, sual qatarını yekunlaşdırdıq. Son 2 Səriyə və Nuray təslim olmayanlar. Alqışlayaq sizi. Aferin.